Gəllət eləyir. 50 dəfə istəsin üzür. Mən anamın qızı olmaram. 10.000 manat mülki olarak uduzmuşam dedi. Dedim ben üzür istemişim Flora Hanım'dan efir vasitesi. Eyni zamanda 10.000 yok. 20.000 manat üzerinde ata ocağım olan o torpağı verirəm ve borcum kimi verirəm. Ama hediye kimi de vermirəm. Oğuldu yani. Bunun prestijini, milletinden min üzür istəyir. Bunun qələt eləməyinə bax. 10.000'in üstünə 10.000 Yo, yenə məhkəməyə görə. Gəllət eləyir. Məndən belə bu eyni alçalmaqdır. Yo, alçaltmaq mənasında yok. Bir yerə də qoyaram ki, Yok, sana. ona göre yok. Siz ikinci de ben mülkiye vermişsiniz ona göre. Dedi ki ikinci de aynı 23'ü. Verəcəm, canını da çıxardacağım. Ondan sonra yenə də ağzını açıb Allah yoluna. Üzürdən sonra? Yox, 50 dəfə istəsin üzür. Mən anamın qızı olmaram. Əgər mən bilirsiniz nədir? Vətənimdə bütöv olmuşam. Hər şeydə bütöv olmuşam. Sözümdən keçmərəm oğul. Eləmərəm. Mən elə bilirdim ki. Onu, ya mən ölənə qədər, ya onun başına bir iş gələnə qədər ondan nə çəkən böyle. Gəlsin burada, desin, qələt eləmişəm. Sənə yalan danışmışam. Sənin ay belə sayaram, internet partlayar. Gəlsin burada, tələb edirəm. Bir sadal götürsün spesiki. Sadalasın hardan, hansı şeydə. İndi səsim də batır. Bəli, bir üzür istesin ve